davam edirik. 2021-ci ildən bugünə kimi Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin xidmətlərindən 900 nəfərdən çox vətəndaş yararlanıb. Hazırda mərkəzdə və onun İsmayıllı Dost evi filialında, həmçinin Qarabağ Dost evi şöbəsində 5 həssas kateqoriyaya aid 281 nəfər 14 yaradıcılıq istiqaməti üzrə bacarıqlarını inkişaf etdirir. Bu il ərzində həssas qruplardan olan 261 yeni benefisiar mərkəz və onun filiallarına qəbul olunub. Bundan əlavə mərkəzdə hazırlanan əl işlərinin satışı üçün portalın hazırlanması ilə bağlı pilot layihə nəzərdə tutulub. Gələn il artıq bayramlardan sonra, yeni il bayramlardan sonra biz bu istifadə verəcəyik bu satış portalı. Onun əsas məqsədi odur ki, həssas kateqoriyadan olan insanların burada mərkəzdə təlim keçən benefisiarlarımızın onların əl işlərini biz həmən satış portalı üzrə onların satışını həyata keçirdəcəyik və bu yaxınlarda Cənab Prezident tərəfindən imzalanmış sərəncama əsasən onların vergisi sırf 2% olacaq.